Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Əziz və hörmətli, dəyərli müsəlman bacı qardaşlarımız, bildiyimiz kimi bu günlərdə 12-ci imam, İmamət günəşinin zirvəsi, sonuncusu, bütün peyğəmbərlərin vədi və arzuladığı şəxs, Allah dininin, həqiqi dinin kamilləşdiricisi, kamala yetiştiricisi, kamalın son zirvəsi olan şəxs Həzrəti Məhdi Əccalallahu fərəcəh doğum mövlud günüdür. O şəxsin gəlişi bütün dinlərdə, bütün əqidələrdə və dindən qeyri, haqq, ədalət, arzulayan, zülm görmüş insanların arzuladığı, xilasını gözlədiyi şəxsdir. Bütün dünyamızın, yəni bugünkü gündə bütün insanlıq siyasətçilərin zülmündən, haqsızlığından, yalanlarından boğaza yığılıb. O şəxsi gözləyirlər ki, gəlsin insanlığa xilas versin, bəşəriyyəti zülmündən xilas etsin və dünya nur, işıq, ədalət, bərabərlik və insanlıq üzrə idarə olsun. O gözəl şəxsin doğumunu siz əziz müsəlman bacı qardaşlara təbrik deyirəm. Bayramınız mübarək olsun deyirəm. Allah bizləri o böyük şəxsiyyətin həqiqi davamçılarından, yolunu gedənlərdən qərar versin və tezliklə o ağanın zuhurunda hazır olub olanlardan qərar versin inşallah. Hər birinizin bayramınız mübarək olsun, əziz, hörmətli, dəyərli müsəlman bacı qardaşlarımız. Deməli, o ağanın mövludu həm sünni, həm şiə qaynaqlarında qeyd olunub. Sadəcə sünni, şiə qaynaqlarında fərq odur ki, əhl-i sünnə qardaşlarımız İmam Həsən əleyhissalamın sülbündən bilir, ya deyirlər doğulacaq, ya da deyirlər doğulub və əhl-i şiə, əhl-i beyt tərəfdarları isə vurğulayırlar ki, o 11-ci İmam Həsən Əskəri əleyhissalamın oğludur, doğulubdur və bugünə kimi qeybdədir. Bu da Allahın təqdiridir. İlahi qanunlarda heç vaxtı, necə deyərlər, səhv olmaz. Allahın qanununda zaman müddəti, məhdudiyyəti yoxdur. Neçə əsrdə, neçə yüz illərdə insanı yaşada da bilər, saxlaya da bilər. O Allahın qüdrətidir, əlindədir. Çünki ondan böyük güc, qüvvət yoxdur. Bizdən uzaq olmağı onun yoxluğuna dəlalət etmir. Onun əksinə varlığına dəlalət edir. Tək Həzrəti Məhdi yox, digər peyğəmbərlərin də diri olduğu və qaldığı və dinlərdə gözlənildiyi bizlərə bəllidir mənbələrdən. O Həzrətin gəlişinə və varlığına işarə olaraq Qurani Kərimin Nur surəsində, Nur surəsinin 55-ci ayəsində vurğulanır. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Və dallahəl-ləzinə amanu minkum və amilussəlihati لا يستخلفنهم في الأرض كما استخلف الذين من قبلهم. Allah sizlərdən iman gətirib salih əməllər edənlərə vəd etmişdir ki, onları yer üzündə hökmran edəcəkdir. Necə ki, onlardan əvvəlkiləri hökmran etmişdir. Bu ayənin təfsirində birbaşa İmam Zaman ağanın gəlişinə və onun hökmranlığına işarədir. Digər bir surədə, Qəsəs surəsinin 5-ci ayəsində vurğulanır. Əuzu billahi mineşşeytanirracim. Və nuridu ən nəmunnə aləl-ləzinə istəzifu fil ardı və nec'ələhum əyimmətən və nec'ələhumul varisin. Biz istədik ki, yer üzündə zəif sayılanlara lütf edək, onları imamlar və varislər edək. Yeryüzünün zəiflərini imamlar və varislər qərar verdi. Yəni, bu zülm və zülmkarların hökmranlığı çox çəkməyəcək. Allahın bu vədidir ki, həmişə din, hökmranlıq, millətə xidmət, insanlığa xidmət Allah dostlarının əlinə yetişəcək
Bunun geci tezi var. Bu Allahın vədidir. Allahın vədi də heç zaman xilaf ola bilməz. Vəd uzana bilər, amma bu həyata keçməlidir. İmam Məhdi əleyhissalamın barəsində Peyğəmbər əleyhissalam buyurur: "Ləv ləm yabqa minəd-dünya illə yawmal litətəvəllə Allahu zalika yawmal hatta yab'asa raculan min ahlil beyti yamla'ul arda qistan və adlan kama muliyat zulman və cawran." Əgər dünyanın sonuna yalnız bir gün qalsa belə Allah o günü uzadar ki, mənim əhl-i beytimdən olan bir şəxs zuhur etsin və yer üzünün zülm və haqsızlıqla dolduğu kimi ədalət və insafla doldursun. Yəni Peyğəmbər əleyhissalamın vədi də heç vaxt xilaf çıxa bilməz. Quranın deyimi necə? Peyğəmbər heç vaxt özü nəfsindən söz danışmaz. Dediyi Allahın sözü kimi, haqqın sözü kimi qəbul olunur. Yəni Peyğəmbər əleyhissalam buyurur ki, İmam Zaman əleyhissalam gəlməlidir və yer üzünü ədalətlə doldurmalıdır, zülmün kökünü kəsməlidir. İmam Əmir əl-Möminin əleyhissalam başqa bir hədisdə vurğulayır: "Əl-Məhdiyyü minnə əhləl beyti yuslihullahu əmrəhu fi leylətin." Məhdi biz əhl-i beytdəndir. Allah onun işini bir gecədə islah edər. İmam Baqir əleyhissalamdan başqa bir hədisdə vurğulanır: "İza qamə qaimil mələl arda qisdən və adlan kama muliatil zulman və cawran." Qaim İmam Məhdi zuhur etdikdə yer üzünü zülm və haqsızlıqla dolduğu kimi ədalət və haqla dolduracaqdır. Başqa bir hədisdə İmam Sadiq əleyhissalam vurğulayır: "Mən sərrahul an yakuna min ashabil qaimil felyantaziru felya'mal bil var'al və mahasinil əxlaq." Kim qaimin İmam Məhdinin, yəni səhabələrindən olmaq istəyirsə, gözləsin və təqva ilə, gözəl əxlaqla əməl etsin. Yəni İmam Məhdi ağanın əskəri, gözləyəni olmaq istəyiriksə də təqvalı, əxlaqlı insan olmalıyıq, dürüst olmalıyıq. Bu böyük şəxsiyyətin haqqında çoxlu hədislər, rivayətlər var. Biz bunlarla yetinirik daha çox vaxt almamaq üçün. Bu böyük şəxsiyyətin gəlişini gözləyənlərə bir daha təbrik deyirik. O şəxsiyyətin həqiqətən də dünyanın gedişatına baxanda insanlar bu saxta, yalancı vədəçilərdən yorulduğunu görürük. Həm siyasi, həm dini. Hər kəs, hamı haqq, ədalət və dürüstlük, insan haqqından danışır, amma zamanla görürük ki, haqqın əksinə əməllər edirlər, insanlara zülm edirlər, cinayətlər törədirlər. Bəzi dinlərdə bəzi şəxslər cinayəti öz dinlərinin xeyrinə savab kimi edirlər. Yəni dinlərində başqalarını öldürmək cinayət savab, halbuki bu bəşəri cinayət. Heç bir din Allah dinində günahsız insanı öldürmə yoxdur. Dəvət var, insanları hidayətə çağırma var, düz yolu göstərmə var. Zülm etmə, haqsızlıq yoxdur. Bu Allahın qanunlarına ziddir, təzaddır. Cinayət olan yerdə cəza olar, o başqa mövzudur. Cinayət varsa cəzası da var, o da Allahın qanunudur, həm dünyəvi, həm dini. Amma və lakin günahsız sivil insanları öldürmə, zülm etmə, bu heç bir dində, qanunda qəbul ediləndir. Heç bir peyğəmbər bunu vəd eləmir. Əgər hansısa bir peyğəmbərin adına bunu danışırlarsa, bu təhrif olunur, bu yalan vurulur həmən peyğəmbərə, nisbət verilir. Peyğəmbərin nə kitabı, heç bir peyğəmbərin, ilahi peyğəmbərin kitabında insanlara zülm yoxdur. İnsanlar Allaha dəvət eləmə var, insanlığa xidmət var. İnsanlıq da bugün bütün dinlərdə hamı bir xilaskarın, bir rəhbərin arzusundadır ki, o gəlsin, dünyanı düzəltsin, insanlara xidmət eləsin və şəriətin icata çıxarsın. Biz bugün qlobal səviyyədə inkişafın cəhalətini yaşayırıq. Bu qədər inkişafın içində insanlar psixoloji, ruhu, iqtisadi və mənəvi əzab, əziyyət içindədirlər. Getdikcə də dünya inkişaf eləyir, zahirən, daxilən isə kasadlaşır. Bunun
dünya zahiri və daxilini, vəhdətini qoruyub bizlərə təqdim eləyəcək şəxs həmən o vəd olunan Məhdi əleyhissalamdır. Allah o vəd olunmuş şəxsin zuhurunu tez və təcili qərar versin. Bizləri də o ağaya həqiqi, layiqli əskər qərar versin. Dünyanın hər yerində də bu bayramı yaşadıb, yaşayırlar, qeyd edirlərsə, Allah qəbul eləsin, bayramları mübarək olsun. Allah sizlərin hər birinə arzu istəkləri var, ona çatdırsın. Allahdan istəyimiz budur ki, o dəyərli şəxsin üzü hörmətinə onun zuhurunu tez etsin və dünyada zülmün və ədalətsizliyin kökünü kəssin və sülh, əmin, amanlıq olsun, insanların içində rifah olsun. Allah sizləri qorusun. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Təşəkkür edirəm.